Makedoniyalı İskəndər eradan əvvəl 356-323-cü ildə qədim dünyanın ən böyük sərkərdələrindən və hökmdarlarından biri olmuşdu. O, Makedoniya krallığının paytaxtı Pella şəhərində anadan olmuşdur. Atası 2. Filip, anası isə Olimpiyada idi. İskəndər uşaqlıqdan xüsusi təhsil almış və onun müəllimi məşhur Yunan filosofu Aristotel olmuşdur. Aristotel ona fəlsəfə, elm, siyasət və ədəbiyyat öyrətmişdir. İskəndər gənc yaşlarından hərbi bacarığı ilə seçilirdi. Rəvayətlərə görə o heç kimi ram edə bilmədiyi Bukefal adlı atı ram etmişdir. Bu hadisə onun gələcəkdə böyük sərkərdə olacağının ilk əlamətlərindən biri sayılır. Eradan əvvəl 336-cı ildə atası 2. Filip öldürüldükdən sonra İskəndər 20-ci yaşında taxta çıxmışdır. Hakimiyyətə gəldikdən sonra o əvvəlcə Yunanistanda üsyanları yatırmış və hakimiyyətini möhkəmləndirmişdir. Daha sonra isə əsas məqsədi olan Pers imperiyasına qarşı yürüşə başlamışdır. İskəndər eradan əvvəl 334-cü ildə ordusu ilə Kiçik Asiyaya daxil olmuş və burada ilk böyük qələbəsini Qranik çayı yaxınlığında qazanmışdır. Daha sonra Suriya və Misir istiqamətində irəliləmişdir. Misirdə o Firon elan olunmuş və burada İskəndəriyyə şəhərinin əsasını qoymuşdu. Onun ən mühüm döyüşlərindən biri eradan əvvəl 331-ci ildə baş vermiş Qavqamela döyüşü olmuşdur. Bu döyüşdə İskəndər 3-cü Dara rəhbərliyində Pers ordusunu məğlub etmişdir. Bu qələbədən sonra Pers imperiyası tamamilə süqut etmişdir və İskəndər onun ərazilərini ələ keçirmişdir. İskəndər yürüşlərini davam etdirərək İran, Orta Asiya və Hindistan istiqamətində irəliləmişdir. Bu Hindistanda Hidaspes çayı yaxınlığında baş verən döyüşdə də qalib gəlmişdir. Lakin ordusunun yorğunluğu səbəbindən daha irəli getməyərək geri qayıtmağa məcbur qalmışdır. İskəndər fəth etdiyi ərazilərdə bir çox şəhərlər salmışdır. Bu şəhərlərin əksəriyyəti İskəndəriyyə adlandırılmışdır. O müxtəlif xalqları birləşdirməyə çalışmış, Yunan və Şərq mədəniyyətlərini yaxınlaşdırmışdır. Bu proses nəticəsində Hellenik dövrü yaranmışdır. Eradan əvvəl 323-cü ildə İskəndər Babil şəhərində qəfil xəstələnərək 33 yaşında vəfat etmişdir. Onun ölümündən sonra imperiya varisləri sərkərdələr arasında bölünmüşdür və vahid dövlət kimi uzun müddət davam etməmişdir.